Bəli, biz hazırda Sumqayıtın Corat bağları ərazisində Xəzər dənizinin sahilində yerləşən yeni ictimai çimərlikdəyik. Bir vaxtlar istifadəsiz bataqlıq olan bu ərazi artıq tamamilə fərqli görkəm alıb və istirahət məkanına çevrilərək sakinlərin istifadəsinə verilib. Üstəlik, bu çimərlikdən hər kəs tam ödənişsiz yararlana bilər. Burada yaradılan şərait, görülən işlər və layihənin əsas məqsədi ilə bağlı daha ətraflı məlumatı Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadədən öyrənəcəyik. Salam Kənan müəllim. Salam. Sizi dinləyirik. Buradakı şəraitlə bağlı ətraflı məlumatı. Biz ötən ildən başlayaraq Dövlət Turizm Agentliyi deməli müvafiq tapşırığa uyğun olaraq Abşeron yarımadasında ictimai çimərliklər qurmağa başlamışıq. Ötən il 5 çimərliyi biz istifadəyə verdik. Bu dövlət deməli biznes tərəfdaşlığı kimi olur. Yəni ki biz müvafiq infrastruktur qururuq, veririk çimərlik operatorlarına təhvil veririk, onlar idarə edirlər. Bu il isə 10 dənə çimərlik artıq qururuq. Bunların çoxsu hazırdır. Onlardan 4'ü Corat və Novxana ərazisindədir. Biri Şıx ərazisindədir. Digərləri Şüvəlan və Türkandadır ki, cəmi ötən ilki ilə bir yerdə 15 çimərlik qururuq və qeyd etdiyiniz kimi sakinlərin deməli avqust vaxtlarını keçirmək üçün bunu təhvil vermişik və biz çalışacağıq ki, bu işləri həm Abşeron yarımadasında və digər çimərlik zonalarında davam etdirək gələcəkdə. Bəs buradakı yaradılan şərait nələrdən ibarətdir? Burada məsələn söhbətgahları görürük. Onlar ətraf. Deməli Rauf müəllim, burada bir neçə zolaq yaradılıb. Pulsuz parking zolağıdır ilk yaradılan zolaq. Ondan sonra deməli sanitar zolağıdır. Sanitar deyəndə geyinib dəyişmə deməli zolağıdır, sanitar qovşaqlarıdır və s. Üçüncü zolaq burada deməli əyləncə və idman üçün təhvil verilib. Dördüncü zolaq gördüyünüz kimi deməli söhbətgahlar və çətirlərdir. Və son zolaqdakı 50 metr dənizdən kənarda yerləşən zolaqdakı sırf qumluq zolaqdır. Giriş pulsuzdur, siz qeyd etdiyiniz kimi ictimai deməli çimərlikdir. Bütün xidmətlərdən cəmsi 2 pullu xidmət var ki, söhbətgahlardır, bir də ki, deməli bu insanların dincəldiyi bu deməli şezlonglar. Qalanı hamısı pulsuzdur və əlbəttə ki, əsas məqsədimiz yerli və xarici turistlərin məmnunluğunu təmin etməkdir. Təşəkkürlər Kənan müəllim ətraflı məlumat üçün. Bəli, burada yaradılan şərait, elə müsahibimizdə qeyd etdiyi kimi, sakinlərin, burada yaşayan, ətrafda yaşayan sakinlərin eyni zamanda dənizdə istirahət etmək üçün bura gələn sakinlər üçün münbit şəraitin yaradılmasıdır. Mənim isə hələlik bu saata çatdıracağım son məlumatlar bunlar idi. Sözü yenidən studiyaya ötürürəm.